Yaşayış üçün tam hazır olan layihələrimizdən birini sizlərlə paylaşmaq istəyirəm. Mənzilin sahəsi 180 kvadrat metrdir. Dəhlizimiz 22 kvadrat metrdir. Yerimiz Medlaxdır. Cifrə firmasıdır, İspaniya məhsuludur. Bura bizim qonaq sanitar qovşağımızdır. Sanitar qovşağın döşəməsində istifadə etdiyimiz metlaq dəhlizi metlaq ilə eyni səviyyədədir. Bu özü gözəllik qatır. Güzgünü moydadın üzərində burada kəsib saxlamadıq. Güzgü bütöv olsun ki, sanitar qovşağını daha da geniş göstərsin. İstifadə etdiyimiz kermoqranitlər Terrazzo firmasıdır. Eləcə də sadə bej rəngdə olan daşımız isə İspaniya kafedir, yəni Cifrə firmasına məxsusdur. Bu isə bizim qızlarımız üçün layihələndirdiyimiz yataq otağıdır. Divarlarımız dekorativ boyadır. Açıq rəng tonlarına üstünlük vermişik. Taxtın arxasında yerləşən həmin bu rəsmlər divar kağızları deyil, rəssam tərəfindən çəkilmişdir. Bizim burada beton kolon idi və biz bunu tərpədə bilmirdik. Ona görə bu boşluğu hər iki tərəf üçün kitab rəfi seçdik. Eləcə də burada isə boşluqda da yenə kitab rəfi vermişik. Divarda gördüyünüzsə yenə divar kağızı deyil, rəssam tərəfindən isə bu çəkilmişdir. Burada kreslo və yaxud da bir pufik yumuşaq qoyulacaq və tən ortada çox gözəl bir lüstra yerləşir ki, dizayn layihəmizlə eynidir, birəbirdir. Bura bizim qonaq otağımızdır. Oturma zonamız, jurnalimiz hələ ki gəlməyib, belə deyək. Ümumiyyətlə, qonaq otağına baxsaq, evin tən ortasında 1-2 sütunumuz var idi beton, çünki tərpətmək olmaz bunları. Eləcə də bu divar ara kəsmə də betondan olduğu üçün biz ümumiyyətlə qeyd etdiyim kimi evin dizayn layihəsində belə bir liniyalardan istifadə etmişik. Qarşımızda məqsəd o idi ki, bu sütunları evin içinə qatmaq, evin bir hissəsi kimi göstərmək. Oturma dəstimizdə divan 2 üzlü, o üzv və bu üzlü olmalı idi. Ev sahibəsinin istəyi ilə son anda belə bir oturma dəsti yerləşdirməyimiz istənildi bizdən. Yemək masamız burada yerləşir və eləcə də evin layihəsi oval olduğu üçün oval formada rigərlər var idi. Biz onları düşürdük. Tam pəncərə qovşağına bağladıq ki, evin estetikası zon olaraq ayrılsın və daha estetik görsənsin. Twistendin rəngi ilə bağlı məndə bir sual işarəsi var. Ev sahibəsinin istəyi ilə interyer rəng qatmaq üçün rəng biraz dəyişdirilərək belə bir rəng seçildi. Şərh bölməsində fikirlərinizi yaza bilərsiniz ki, hansı rəng olsaydı daha yaxşı olardı. Barınız onu da əyləşsə, qarşımızdakı görüntü budur. TV-ni tam formada, rahat formada izləmək olur buradan. Rənglə bağlı mütləq fikirlərinizi qeyd edərsiniz. Və dəhlizdən birbaşa qonaq otağına keçid var. Ümumi olaraq qonaq otağı dəhlizlə tam tamamlanmış olur. Sol hissədə birbaşa mətbəximiz yerləşir. Mebel tavana qədərdir və tavanda xüsusi bir işıqlandırma var. Eləcə də işləmə zonasında, fartıq zonada da yerləşir həmin işıqlandırma. İndi istəyirəm sizə təqdim edeyim master yataq otağın. Deməli, yataq dəstimiz, tumbamız, üzərindəki işıqlandırmamız. Sağ və sol hissədə led işıqlandırma var. Eləcə də kitabları yerləşdirmək üçün də belə bir rəfimiz var. Alt hissəsində də böyük tumba var. Ona dayaq kimidir. Make-up zonadır. Kənarda led işıq var. Güzgü isə çox böyükdür. Fikir verin. Çox böyük bir list güzgüdür. Kəsmə bölgüsü yoxdur, genişdir və otağa çox geniş bir görüntü verir. Bu make-up zonanı tamamlamaq üçün TV altında da belə bir konsol yerləşdirdik və üzərində də TV-mizi yerləşdirmişik. Bu şkaflar istifadə olunandır. Bura bizim qardırobumuzdur. Qardırobumuzun qapısı fikir verin. Gizli qapılar olduğu üçün burada bunu istifadə edə bildik. Qapının üzəri bütöv boy güzgüsüdür. Bizim qardırobumuzdur. Daha sonra bu qardırobdan keçirik master yataq otağının özünün şəxsi sanitar qovşağını. Divar içi baçokların üzəri adətən mebeldən dizaynərli olaraq seçirik və bu şkaf kimidir və sanitar qovşağın üzəri də güzgülü olduğu üçün qardırobun içində boy güzgüsü artıq hər hansı bir yeri fikirləşməyə ehtiyac yoxdur, qapının üzərindədir. Bura isə bizim körpəmiz üçün olan yataq otağıdır. Divarda rəsm əsərimiz, təbii ki, divar kağızı deyil, rəssam tərəfindən hazırlanır. Bu otaq körpəmiz böyüdükdə dəyişiləcək, başqa formada olacaq. O formanın da dizayn fotolarını sizə göstərəcəm.